İzə nəşriyyatının arzuladığım kitab layihəsi çərçivəsində hazırladığı yeni nəşri 3-cü sinif riyaziyyat kitabıdır. Kitab 2 hissəlidir. Hər iki hissə məktəb qaydalarına uyğun olaraq diaqnostik qiymətləndirmə ilə başlayır. Qiymətləndirmədə həm açıq, həm də qapalı tapşırıqlar yer alıb. Riyaziyyat kitabında məktəb proqramında olan bütün mövzular çox sadə, aydın və ətraflı şəkildə izah olunub. Hər mövzu üzrə qaydalara aid nümunələr, müxtəlif tipli tapşırıqlar, yəni çalışmalar və testlər verilib. Bundan əlavə, kitabda qiymətləndirmə prosesinə xüsusi önəm verilib. Hər bölmənin sonunda kiçik summativ qiymətləndirmələr təqdim olunub. Summativ qiymətləndirmələr 4 variantda hazırlanıb. Kitabda olan bütün tapşırıqlar şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınaraq asan, orta və çətin səviyyədə verilib. Verilmiş bu tapşırıqlar və əlavə məlumatlar uşaqların məktəbdə öyrəndiklərini möhkəmləndirəcək, dərslərə daha yaxşı hazırlaşmasına, biliklərinin artmasına kömək edəcək.